Gözə təbiyyət o yananda gəl, lalələr al rəngə boyananda gəl. Sevənlər ataraq qəmin daşını, görüşüb sevinçlə dayananda gəl. Görüşüb sevinçlə dayananda gəl. Gəl bizim dağlara, gör nə gözəldir. Çayları seyr elə, çağlayıb getsin. Ürək qəm kədər qovlayıb getsin. Buradan ayrılanda çağlayıb getsin. Buradan ayrılanda çağlayıb getsin. Ağlayıb getsin. Çok sağ olun. Çok sağ olun. Mahmutlardı. Teşekkür ederim. bitti. Ben size minnettarım. İkinci kupleti Çok sağ gösterdim. olun. Ben sizden bu Vallahi yaxşılığı ikinci hiç kuplet- gözlemirdim de. Ama ne tersiniz bu yaxşılığı Bilseniz, mənə ben elədiniz. ikinci- Murat İkincini sonunda mən istəyirdim vurum. Mən ikinci Vurmaq kupleti istədiyim gözləyirdim. zaman bitdi mahnı. Yox, mən vurmaq istədim. Çox. İstədim belə dönüm. Hətta Fakturaya həyecanı baxın, mən belə fakturaya. xoşuma Bir söz gəldi. diyeyim, sen ne qəşəngsən, ne qəşəng ifa elədin. O səsin əsirdi, əsirdi De falan. de ki geçen infanı Əsirdi falan, hissedeydim ama- basaydın ama düyməni. çok De de. Sən mənə Möhtəşəm. de görüm hardan gəlmisən? Adın nədir? İsmailov Ümid, 22 yaşım var, Şəmkir şəhərindən qatılıram. Laf yaxşı. Bütün şəmkirlərə burada salam. Ümid. Sonuna kadar ümid eləyirdim ki hiç kim dönməsin məndən başqa. Çünkü səsin əslində ilk bir neçə misradan mən anladım ki burada məktəb var. Burada musiqiyə aidiyyat var. Siz haranı bitirmisiniz? Harda oxumusunuz? Bu xırdalıqları, milli boğazları harda mənimsəmisiniz? Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kolleji bitirmişəm xanəndə ixtisası üzrə və Milli Konservatoriyada xanəndə ixtisası üzrə təhsil alıram. 3-cü kurs tələbəsiyəm. Kimin tələbəsisən? Respublikanın xalq artisti Zabit Nəbizadə. Oy, sevirəm onu. Bax Ümid. Sevirəm. Mən ilk Böyük salamlar Sevirsiniz ama Zabit dönmədiniz. müəllim. Hə, Bir söz de, deyim. de, de, Valla, de, de. valla. Bax, doğru sözümdür ki, mən elə bildim ki, mən bu Arif Məlikovun çox sevdiyim əsəridir. Sevgilim, səni Və mən bunu atdım. mənim 16 yaşım olanda Vaqif Gərazadə özü aranjman edib mənə bunu oxutdurub. Mən Astavedə belə roz rəngdə bir balerina paltar almışdı xalam mənə, belə oxuyurdum orada. İlk ifadə. Mən onun ikincisini gözləyirdim də ki, orada yer var. Ağlayıb getsin. Ümid razısınız ifandan? O sözü Əslində bir o qədər gözləyirdim. yox. Yox, niyə? Narahatçılığın nədir? Pis yatmısan? Üzr istəyirəm, bir balaca həyəcan var. O Həyəcan həyəcanda var. da istərsəniz Yo, yo, səs əla əsirdir. idi. Her şey çok güzel. Oradakı o boğazlar mən eləmək vaxtında istəyirdi ya. dönmədim Bu sadəcə həyəcanı olaraq. orada belə üstünə basa-basa edirdi. İlk misralardan anladım ki burada çalışmaq üçün, işləmək üçün material var və belə olan anda mən həmişə dönürəm. Niyə dönürəm? Sən Çünki hissləndin, bəzi mən sənətçilər həyəcanlanır kimsə dönməyəndə. Mən döndüm ki, sən yaxşı, rahat, özgüvənli O səni bitirəsən istəmirdi nəğməni. bəlkə, o məni istəyirdi. Sənin xəbərin var. Yox. Mən əslində fikrimdə Hə, deyir, iki rahat. ustad var idi. Biri mən idim Murad də. Arif və Zülfiyə xanım. Çünki Gördün, gəl. Röya xanım fikirləşmirdim ki, Ümid. Ay Ümid. Sən mənə bu dəqiqə o qədər lazımsan. Mən sənə izah eləyə bilməm. Bunu ancaq Röya, Eldar və Zülfiyə xanım başa düşür ki, sən mənə bu dəqiqə nə qədər lazımsan. Yox, Nə yaxşı ki gəldin. Hakikaten Xoş çok- gəldin Çok güzel Ümid. seçimdi. Murat'a lazımdı böyle ses. Xoş gəldin Ümid. Yaxşı ki dönməmişəm Utandım elə. mən mahnının Dönsəydim mən, sonunda məni pərt əlimi eləyəcəkdim. vurmaq Nə istəyirdim. olardı Sadəcə ki? mən istəyirdim belə sonda belə Murada deyim ki, bax mən də çöndüm də Murad, gəl başlayaq.
Mən gördüm ki, mahnı bitdi, artıq əlimi belə şey. Valla kadrlarda var, baxarsınız ona. Əlimi çəkdim, belə başa düşdüm ki, mahnı bitdi, artıq mənə Eybi yox. olmazdı. Sən Eybi yox, səs nə deyək? Azərbaycandasan O nə amma. cümləyə Nə girişdi? fərqi var? Eybi yox, nə Zülfiyə deməkdir? xanım Eybi yox. istəyirdi də. Eybi yox. Zülfiyə xanım Dedi ya istəyirdi. Zülfiyə xanım ya da Murad bəy. Eybi yox, olan şeydir. En eybi yox. güzeli, en güzeli. Hoş geldin, hoş Ayda geldin. Murad, sən Yaş təbrik neçədir? edirəm. 22. Sən elə səs arzuluyurdun, sənə də Mən qismət arzuluyurdum. oldu. Hoş gəldin Arzuluyurdum. əzizim. Ən əsası buradasan əzizim. Ən əsası yaxşı ki, Murad döndü. Əsas buradadır, nə yaxşı döndün ay Murad. Şəmkirə